Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir. Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi, mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi olaraq mərhələli şəkildə davam etdirilir. Bu diqqət və qayğının nəticəsi olaraq indiyədək xeyli sayda ailə yeni mənzillərlə təmin olunub. Publika Az, İqtisadiyyat Aza istinadən xəbər verir ki, qeyd edilən istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Gəncə şəhərində və Ağdaş rayonunda da bu kateqoriyaya aid olanlara yeni mənzillər veriləcək. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd bir otaqlı, 16 ədəd 2 otaqlı və 8 ədəd 3 otaqlı mənzilin, Ağdaş rayonunda isə 20 ədəd 2 otaqlı və 27 ədəd 3 otaqlı mənzilin verilməsi ilə bağlı hazırlıqlara başlayıb. Qurum həmin ailələrə verilməsi üçün sözü gedən mənzillərin satın alınmasına isə 6,5 milyon manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.